Həyəti böyük olan həyət evi sizə təqdim edirəm. Əsl həyət evi. 3 otaq, yerdən kürsülü, həyətinə 4 maşın rahat yerləşəcək. Maşının belə olmasa, şəhərə getməyə, bazara getməyə qapının ağzında 119 nömrəli avtobus saxlayırsan. Birbaşa metroya gedir. Xırdalan şəhərində 119 nömrəli avtobus dayanacağından cəmi 1 dəqiqəlik məsafədə, yəni 1 dəqiqə 30 saniyə deyil ha, bəziləri yazır ya da saniyə də ola bilər. Normal yürüsün, yəni 1 dəqiqəlik məsafədir. 59.000 manata həyətinə 4 maşın yerləşəcək geniş bir həyət evi təqdim edirəm. 3 otaqlı. Gedirik evin içərisinə. Deməli sizə təqdim edəcəyimiz ev bu evdir. Yerdən 3 daş kürsülüdür. Gözəl bir həyətimiz var. Görürsünüz nə gözəl, kifayət qədər geniş. Həyətdə əlavə olaraq sanuzel və kombi otağımız var. Tam ideal vəziyyətdədir. Günü səhər alıb köçüb yaşaya biləcəyin evdir, dəyərli dostlar. Daxil olarkən evimizin içərisinə bizi belə bir koridor qarşılayır. Adcенli evin içərisində ümumi sanuzelimiz də var. Yəni hazır vəziyyətdədir. Alıb köçüb yaşaya biləcəyin gözəl həyət evi. Baxın, tam aksesuarlar da quraşdırılıb hamısı. Normal qaydada həyət evidir. Bura həm zaldır, həm mətbəx tavanıdır. Amma istəsəz, yer kifayət qədər genişdir. Mətbəxti tamamı ilə ayıra bilərsən. Maşallah olsun, evimiz də kifayət qədər böyükdür ölçüsü. Tam ideal təmirli, dediyim kimi, qiyməti 59.000 manatdır. Real alıcı ilə endirim nəzərdə tutulub. Sağda bir yataq otağımız yerləşir. Otaqlarımız da normal qaydadadır, normal genişlikdədir. İdeal bir həyət evidir. Kombi xətlərimiz hamısı çəkilib, hazır vəziyyətdədir. Al, gətir, quraşdır, istifadə et. Evimizin üzəri Adceni paket kirişadır, tam normal qaydada. Qapılar da bahalı qapılar quraşdırılıb, ağ rəng. Görürsünüz, səliqəli, səhmanlı bir həyət evimiz. Növbəti olaraq 3-cü otağımızı təqdim edirəm sizə. Evdə işığı özümüz yandırmadıq. Görürsünüz necə işıqlı bir evdir, geniş və işıqlı. Dəyərli dostlar, satışda əmlaklarınız varsa bizə müraciət eləyin. 070 893 90 90 nömrəsi. Gəl İbrahim, zəhmət olsun bir də həyəti bir dəfə də təqdim elə. Bu həyətin necə geniş olduğunu görsünlər. Xırdalan şəhərində 119 nömrəli avtobus dayanacağının tam yaxınlığında yerləşən kifayət qədər böyük ölçüsü olan həyət evi təqdim edir. Orada da artıq veşlər yığmaq üçün, ümumi sanuzel eləmək üçün, kombi şkaf üçün nəzərdə yer tutulub, hazır. Görürsünüz, bax. Hamam üçün yer də quraşdırılıb, hazır vəziyyətdədir. Diqqətinizə görə sağ olun, təşəkkürlər.